Salam, hər vaxtınız xeyir olsun dəyərli YouTube izləyicilərimiz. Abşeron rayonu Məhəmmədli qəsəbəsindəyik. Cəmi yoldan 20 metr məsafədə həm evin, həm torpağın kupçası olan 2 mərtəbəli, 5 otaqlı, tam təmirli həyət evimiz satışa çıxıb. Zəhmət olmasa videomuzu sona qədər izləyin. Bütün məlumatları videonun daxilində qeyd olunur. Bir daha qeyd edirəm, yoldan 20 metr məsafəsi var. 2 sot yarım torpaq sahəsində evdə yerdən kürsüdə tikilib. Qazı, suyu, işığı daimi fasiləsizdir. Hazırda da çöldə evin sayğaçları qoyulur. İkinci mərtəbədən evin 2 yerindən balkona çıxışı var. Biri dəhlizdən, biri isə evin yataq otağındandır. Evin ətrafına keçmək üçün də zabordan geniş məsafəsi saxlanılaraq tikilib. Bura evimizin həyət yanı sahəsi, həyət tamit daşdır. Əlavə boş torpaq sahəsi də saxlanılıb. İndi isə keçək evin daxilinə. Evimizin birinci mərtəbəsi hər tərəfli istipoldur. Hər iki mərtəbə dəhliz sistemlidir. Mərtəbə arası tamamilə monolit betonlanmadır. Birinci mərtəbənin alt hissəsi betondur. Evin üstü isə kəmərdən ibarətdir. Birinci mərtəbəmiz yataq otağından başqa hər yer mərmər daşlarla döşənilib. Qonaq otağında, bir də yataq otağında pollar laminatdır. Hər tərəfi istipoldur. İkinci mərtəbədə isə kombi xətti çəkilib. Evimizin birinci mərtəbəsində yerləşir bir qonaq otağı, bir yataq otağı və hamam sanitar qovşaq. Hər iki mərtəbənin hamam sanitar qovşağı ayrı-ayrılıqdadır. İki ailənin tam rahatlıqla yaşaya biləcəyi evdir. Burası isə geniş qonaq otağımızdır. Pəncərələri şəbəkə pəncərələrdir. Mərtəbə arası monolit beton, dörd bir tərəfi qoşadaş. Evin tikintisi zamanı ən yüksək keyfiyyətli materiallar istifadə olunub. Hamam sanitar qovşaqda duş kabina yeri də saxlanılır. Evin cəmi 20 metr məsafəliyindən 217 nömrəli marşrut xətti keçir. Birbaşa Koroğlu metrosuna gedən avtobus xəttidir. Burada ikinci mərtəbəmiz. Burada yerləşir hamam sanitar qovşaq. Hamam sanitar qovşağı da istipoldur. İkinci mərtəbəmizdə yerləşir 3 yataq otağı. Əlavə yenə də hamam sanitar qovşaq. İkinci mərtəbənin hər tərəfi pollar laminatdır. Hər otağın geniş pəncərəsi, hamısı qoşadaş. Qonaq otağını istəsəniz birinci mərtəbədə, İstəsəniz ikinci mərtəbədə sala bilərsiniz. Bunu da çöl tərəfdən gördünüz. Buradan balkona çıxışdı. Evin qiyməti 175.000 manatla satışa çıxıb. Real alıcılara gözəl də bir endirim olunacaq. Sənət evin də torpağın da kupçası olduğu üçün istəsəniz bank yolu ilə da əldə edə bilərsiniz. Rahat şəkildə ipotekaya gedir. Bu qədər. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Sona qədər izlədiyiniz üçün təşəkkür edirəm.